Günahım nədir mənim? 3500 kvadrat yer süpürməliyik biz. Amma 8200 deyirlər. Niyə? Nəyə görə? Bizim günahımız nədir? 6 yetimə baxıram mən. Mənim niyə pulumu sən yeməlisən? Heç utanırsınız. Süpürgəçi bir qadının da pulunu kəsərlər. O qadın ki, ehtiyaca görə küçələri süpürür. Mən bilmirəm bu qadın hansı ərazidə çalışır. Amma hansı mənzil, kommunal və texniki xidmət sahəsində çalışırsa, o sahənin rəisinə buradan səslənirəm. Hansı haqla əməkdaşa bir nəfərin pulunu verib, 2 nəfərin əvəzinə işlədə bilirsiniz? Təbii ki, bu qadının dedikləri iddiadır. Amma hətta iddia olmuş olsa belə, bu cür hadisələr çox baş verir. Yəni, hamımıza bəllidir də, sir deyil ki. Bunu necə edirlər? Deyək ki, ərazi üzrə 10 süpürgəçi işləməlidir. 10 ştat var. 6 ştata öz qohum-əqrabalarını, tanış-tunuşlarını yazırlar, güya işləyir, o maaş kartlarını özlərinə götürürlər. 4 süpürgəçi də işə qəbul edirlər. Bu 4 süpürgəçi 10 nəfərin əvəzinə işləməlidir. Nəyə görə? Qadın da haqlı olaraq tələb edir ki, əgər 2 nəfərin yerinə işləyirəmsə, mənim pulumu niyə vermirsiniz? Nə üçün bu xanım 3500 kvadrat metrəlik ərazinin əvəzinə 8200 kvadrat metrəlik yeri süpürməlidir? Kimin əvəzinə süpürür? Əvəzinə işlədiyi o əməkdaş hanı? Hardadır onun maaş kartı? Bu cinayət tərkibli əməldir və biz çox istəyərdik ki, aidiyyatı orqanlar, elə o maskalılar bir gün mənzil, kommunal və texniki xidmət sahələrində də yoxlamalar aparsınlar. Görək neçə nəfər həbs olunur, bir baxaq. Maaş kartları kimin cibindən çıxır? Baxın, hətta bütün məsələləri bir kənara qoysaq, yəni məsuliyyətdir, hüquqdur və s. Burada bir insanlıq faktoru da var. Bu qadın 6 nəfərə baxır, 6 yetimə baxıram deyir. Və nə qədər qeyrətli, nə qədər iffətli bacımızdır ki, halal zəhməti seçir, küçə süpürüb övladlarını dolandırır. Necə belə bir qadını incitmək olar? Necə onun puluna göz tikmək olar? Necə onun pulunu mənimsəmək olar? Nə etsin? Gedib pis yola düşsün. TikToker olub gecə-gündüz saatlarla canlı yayım açıb hədiyyə dilənsin. Nə etsin? Yoxsa bütün postların altına yazsın ki, ey millət, mən görüşürəm. Bunu mu istəyirsiniz? Niyə insanları canından bezdirirsiniz? Bu ölkə həm də onlarındır, bilirsinizmi? Tək rəislərin, məmurların, deputatların deyil. Bu ölkə hər kəsin, hər bir vətəndaşın ölkəsidir və hamımız dolanmalıyıq. Çox qəribə bir haldır. Sanki hər kəs öz çapında cəmaatın cibinə girməyə çalışır. Məsələn, ayına yeri göyü hər yeri cəriməyə döndərib. Nə qədər cərimədən pul yığır. Banklar 25-30% pul krediti verir. Banklar bir tərəfdən soyur. Tarif Şurası günü-gündən qiymətləri artırır. Nə olsun? Altda qalanın canı çıxsın, siz də rahat yaşayasınız. Və nə düşünürsünüz? Süpürgəçidir də, nə istəsiz edə bilərsiniz. Onsuz da pula ehtiyacı var, susacaq, səsini çıxarmayacaq, lap 5 nəfərin əvəzinə də işləməyə razı olacaq, təki işsiz qalmasın. Kim tanıyır onları? Kim onların səsinə səs verəcək? Belə düşünürsünüz, hə? Amma unutmayın, unutmayın. Hər kəsin göydə Allahı var. Bugün süpürgəçi deyib, fəhlə deyib əzdiyiniz insanlar var, pulunu kəsdiyiniz, nökər kimi işlətdiyiniz. Bir gün elə övladlarınız onları yerinə düşə bilərlər. Bir baxın Bakı milyonçularının həyatına. Mən demirəm ha, Bakı milyonçuları o aqibətə layiq idilər, qətiyyən yox. Amma dediyim odur ki, həyatdır. Bəzən milyonçunun belə sabah dilənçi övladı ola bilir. Bax, bunu unutmayın. Yəni, sizin o əzdiyiniz süpürgəçilər, fəhlələr var, hansı ki, nökər kimi baxırsınız. Bir gün elə övladınız onun yerində ola bilər. Həyatdır, sabahın işini heç kəs bilmir, heç kəs bilmir. Yəni, o adamlardan qorxmasanız belə, onların Allahından qorxun. Və elə bir ilahi ədalət var ki, heç kəs ondan qaça bilməz, heç kəs.